bu sabah gələn fikirlərimlə bölüşmək istəyirəm sizinlə. Son dinlədiyim audio kitabda intuisiya ilə bağlı belə bir misallar gətirildi ki, nə vaxt sən rahatsan, sakitsən, nə vaxt təbii halındasan, gərgin deyilsən, o zaman sənə ən gözəl ideyalar gəlir, ən gözəl fikirlər gəlir. Hansını daha sonra sən yarada bilirsən, reallaşdıra bilirsən. Təbii halına, yəni sakit, rahat. Və bilirsiniz, çox qəribədir. Çünki bizim mentalitet, ümumiyyətlə bizim cəmiyyət içimən qarışıq. Biz nə kimin biliklərlə böyümüşük, sən əziyyət və zülm çəkməlisən ki, nəyəsə nail ola biləsən. Əziyyət və zülm ki, sonra rahat ola biləsən, nə vaxtsa, hardasa xoşbəxt ola bilərsən, güya. Amma əziyyətə praktika göstərir ki, əziyyət gəlir. Sən əziyyət çəkirsən və əziyyətlə gəlir. Sən istədiyin bir şeylər. Bizim millətdə, yəni belə pis çıxmasın, yəni o dincəlmək deyilən bir şey, rahatlıq deyilən bir şey, yəni yoxdur. İndi o da olar psixologiya ilə bağlı olan bir məsələdir, ölkə olsun, yəni cəmiyyət olsun. İndi hər bir cəmiyyətin öz psixologiyası da var. Rahatlaşmaq deyilən bir şey yoxdur. Ona görə də ideya baxımından, kəşf etmələr baxımından da bəlkə də indi belə fərz eləyirəm sadəcə. O qədər də çox irəliləyiş yoxdur. Biz nə qədər çox o Avropalıları qınasaq da, Amerikanları falan qınasaq da, baxsan onlara, onlar daha çox light rejimdə yaşayırlar. Yəni öz komfortluqları, rahatlıqları, əyləncələrindən qalmırlar. Gəzməklərindən qalmırlar. Bizdəkilər isə daha çox ev tikim, ev qurum, birində tikim, o birisini eləyim, darvazamı rəhləyim ki, qonşumun darvazası mənimkindən daha parlaq olmasın. Bu fikirlə yaşamaqla hara irəli gedə bilərsən ki, yəni ancaq bir yerdə qalırsan. Ancaq nəsə bir böyümə varsa da bir yerdə olur ki, məndən sonrakılar da tipa yaxşı, rahat yaşasınlar. Ya bizim əcdadlarımız əziyyət və zülm çəkiblər ki, biz yaxşı və xoşbəxt yaşayaq da. O zaman təşəkkür eləyək və onlara və ən gözəl təşəkkürümüz elə bunu tətbiq etmək olar da. Yoxsa onlar əziyyət və zülm çəkmiblər ki, biz də əziyyət və zülm çəkək, elə deyilmi? Yəni, məncə onların zəhmətini dəyərləndirmək lazımdır. Düzgün, doğru dəyərləndirmək lazımdır. Və bilirsiniz, indi kimsə deyəcək ki, yəni danışmaq asandır, nə bilim, nə var ki, sənə danışmaq və yaxud da nəsə elə kimi bir şeylər, bax, mənim vəziyyətim belədir, elədir. Baxın, əziz insanlar, inkişaf yolu, öz inkişaf yolu, şəxsi inkişaf yolu elə onu öyrədir ki, sən o rahatlığı tapasan özündə, öz içində, haralardası yox, imanla öz içində. Sən başa düşəsən ki, sən bir bütövlüyün bir hissəsisən. Və o zaman nə vaxt sənin qorxuların yox olur, o zaman nə vaxt sənin müəyyən bir proqramların, stereotiplərin, qurğuların transformasiya eləyir, o zaman sənə qapılar açılır. Başa düşsən? O məsələ burasındadır. Məsələ onda deyil ki, mən sadəcə inanıram və mənə, nə bilim, indi qapı açılacaq. Mən çətinlik və əziyyət çəkməliyəm ki, sonra onun nəsə bəhrəsini görüm. Yox, əmək, bəli, lazımdır, hər bir şeydə zəhmət də olur. Amma daha elə yox da, əziyyət və zülmlə yox. Ki, hələ bir nəsə də olanda düşünəsən ki, elə mənə elə belə lazımdır, hələ biraz da betər cəzalanmalıyam. Yox, təmizlənmək olar, yüngülləşmək olar və o rahatlığa, o yüngüllüyə, o təmizliyə qalan hər bir şey gələcək, inanın mənə. Yəni, bunu mən bir hədəf, məqsəd, yönlü birisi kimi deyirəm. Bunu mən yəni çoxlu qeydlər, planlar yazan birisi kimi deyirəm ki, yəni ən gözəl plan və ən gözəl ideyalar həmən o təmizliyə və rahatlığa gəlir. Əgər sən daxilən gərginsənsə, əgər daxilən stres yaşayırsansa, qorxuların çoxdursa, narahatsansa, nə qədər plan yazırsan yaz, nə qədər hədəf qoyursan qoy, onun heç bir faydası olmayacaq. Yəni o qədər həyatın sürprizləri olacaq ki, mənfi sürprizlər sənin o planlarını darmadağın eləyəcək. Elə bir şeylər çəkəsən özünə. Ona görə də həqiqətən də yəni öyrəndikcə daha çox başa düşürsən ki,
sadəcə rahatlaşmaq lazımdır. Sadəcə əylənmək lazımdır. Bu həyat oyundur və sən bura əziyyət və zülm çəkmək üçün gəlməmisən. Əziyyət və zülmdən başlaya bilərsən. Amma bunu qəbul edir, bunu yaşayır, borclarını qaytarır. Daha sonra bundan təmizlənə bilərsən də. Yəni sənə bu təmizlənmə şansı da verilir. Heç kim demir ki, sən ömür boyu elə yaşayasan. Bax belə əzizlərim, bu sabah gələn fikirlər buydu. Ümid eləyirəm doğru zamanda doğru ünvana çatacaq və fayda verəcək. Sağ olun, salamat qalasınız, özünüzə yaxşı baxın. Özünüzə.